Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Dəhnamə poemasının təhlili ilə bağlı əsas məqamlara baxacağıq. Keçək təhlilə. Poema janrındadır, məlum olduğu kimi. Əsər əruz vəzninin həzəc bəhrində yazılıb. Vahid süjet xətti var. Bunun əksini verir ha, diqqətli olun. Ana dilində yazılıb təbii ki, əsərin dili anlaşılır deyil, çətindir. Əsər tərənnüm deyil, təsvir və təhkiyə əsasında yazılıb, çünki epik poemadır. Poemanın mövzusu məhəbbət, ideyası isə səbir və iradə sayəsində məqsədə çatmaqdır. Əsərdə sonu uğursuz olan eşq təsvir edilib. Fikri yanlışdır. Əsərin sonu faciəvi sonluqla bitmir. Əsər nikbin sonluqla tamamlanır. Poemada səba, huş, ah, göz yaşı rəmzi obrazlardır. Aşiq və bağban real insan təsiri bağışlayır. Məşuqə isə pəri, mifik obraz hesab olunur. Aşiq ilk başlarda istiraba, tabının qalmadığını ifadə etsə də, sevgisi yolunda sona qədər mübarizə aparır və sevdiyinə qovuşur. Aşiqin məşuqəyə göndərdiyi məktublar onun ülvi duyğularını ifadə edir. Poemada aşiqin, bax yazmışam, məşuqənin yox, mənəvi aləminin, his və düşüncələrinin təsvirinə geniş yer verilib. Məşuqənin isə gözəlliyinin təsvirinə geniş verilib. Bunun əksini verdiyi məqamlar səhv məqamlar olacaq. Əsərdə aşiq məşuqənin yolunda çəkdiyi əzab və əziyyətlərdən şikayətlənir. Şikayətlənmir desə səhvdir. Məşuqəyə məktubları 1, 2, 3, 10-cu məktubları səba, 4, 5 huş, 6 ah, 7, 8, 9 göz yaşı aparır. Yəni 7, 8, 9-cu məktubları göz yaşı aparacaq. Poemada həm aşiqin, həm də məşuqənin xarakteri haqqında aydın təsəvvür qazana bilirik. Poemaya müəllif yenilik gətirərək giriş hissədə bahariyyə vermişdir. Əsərdə təsvir olunan eşqi birmənalı qiymətləndirmək olmaz. Çünki əsərdə həm ilahi, həm də dünyəvi eşq var. Aşiqə yardımcı olmaları, xeyirxah əməlləri, rəmzi obrazları birləşdirən cəhətlər hesab olunacaq. Bağban obrazı da xeyirxah əməlləri ilə seçilir. Bir məqamı deyim, növbəti il üçün artıq qeydiyyat başlayıb. Blok imtahanına hazırlaşanlar üçün 652 48 15 nömrəsi ilə əlaqə saxlasınlar. Blok imtahanına hazırlaşanlar üçün bizim çox möhtəşəm qrupumuz olacaq. Bu nömrə ilə əlaqə saxlasınlar. Bütün əsərlərin xırdalığına qədər qeydləri, bütün deyirəm ha, Azərbaycan dilindən də bütün mövzuların qeydləri abituriyentlərə təqdim olunur. Davam edək. Səba özünü Məsih-i Dəmsaz adlandırır. Bağban yox. Əsərdə mifik düşüncə, məhəbbət haqqında sufi görüşlərlə vəhdətdə verilib. Bahariyyə bu əsərin süjet xətti ilə səsləşmir. Səsləşir desə, təbii ki, səhv məqam olacaq. Məşuqə bütün məktubları cırır fikri səhvdir. Çünki bəzilərini cırmışdır. Poemadakı obrazların fərdiləşdirilmiş xüsusiyyətlərinə rast gəlmək mümkündür. Səba özünü İsa Peyğəmbərin ölüləri dirildən nəfəsinə bənzədir. İndi rəylərdə yazın görün başqa hansı əsərlərdə İsa Peyğəmbərin adı çəkilir. Məşuqə sonadək məhəbbətin qədrini bilməyən obrazdır. Fikri yanlışdır. Məşuqə qüsursuz obrazdır. Hadisələr birinci şəxsin dilindən verilib. Aşiq sevdiyini özündən daha üstün hesab etdiyini göstərmək üçün özü ilə onun arasında müqayisə aparır. Aşiqin məktubu məşuqəyə səba deyil, bağban oxuyur. Əsərdə aşiq obrazına məxsus olan ziddiyyətli məqama rast gəlmək mümkündür. Baxaq görək hansı məqamdır. Əvvəl sevənləri ağılsız adlandırır, amma sonra özü eşqin əsiri olurdu. Səbanı qasid seçməyi bağban təklif eləmişdi. Səba aşiqin ilk məktubunu aparanda məşuqənin evini görüb qəmlənir. Məşuqənin müjdəli xəbərini aşiqə gətirən Səba olur. Aşiq birinci məktubun cavabını Səbadan soruşmağa gələndə ilk olaraq yolun Səbanı yorub yormadığını soruşur. İlk olaraq məşuqənin halının necə olması ilə maraqlanmır. Daha sonra məşuqənin halının necə olması ilə maraqlanır. Aşiq məşuqəyə göndərdiyi birinci məktubda özünü gəda, məşuqəni isə şah adlandırır. Yarın zülfü kimi günlərinin qaraldığını ifadə edən aşiq əsərdə qoyulan ideyanın tamamlanmasında birbaşa iştirak edir. Fikri doğru məqam olacaq. Məşuqə aşiqin səbirli və dözümlü olmasını bəyənir. Onu
tərifləyir kimi məqamlar doğru məqamlar olacaq. Əsər başdan başa alınma sözlərdən ibarət deyil. Milli sözlərimiz də var. Gəlin Bahariyə hissəsinə baxaq. Demək, Bahariyə də Həzəc bəhrində yazılıb, məsnəvi formasındadır. 62 beytdən ibarətdir. Bu hissədə ən çox istifadə edilən bədii təsvir vasitəsi metafordur. Bu hissədə yazın gəlişi ilə təbiətin təsviri öz əksini tapmışdır. Bununla yanaşı, xalqın məişəti, yaşayış tərzinin təsviri verilib. Beytlərin birindən məlum olur ki, xalq bu dövrdə məşğul olmuşdur. Bahariyə hissəsi poemanın süjet xəttinə əvvəlki məqamlarda da qeyd etdiyimiz kimi daxil deyil. Faxta, qırlaquş, qumri, durna, laçın, bülbül və s. kimi quş adları, həmçinin bitki və gül adları da Bahariyə hissəsində verilib. Bu qədər. Bizə abunə olun, bizi izləyin ki, növbəti təhlillərdən, çətin əsərlərin təhlilindən xəbərdar olmuş olasınız. Özünüzə yaxşı baxın, sağ olun.